Bu qismət mövzusunu o qədər həyatda təcrübə eləmişəm. Bu qəribə, fövqəladə bir şeydir. Yəni, bəlkə də həyatda çox düşündüyüm, təcrübədən keçirdiyim az mövzulardan bir qismət mövzusu. Çox qəribə üçün, ifadə də olunmağı çətin. Allahla öz aramda sirdir mənim. Doğrudan da məsələn, bilmirsən, durub 2 rükət indi namaz qılacaqsan, indi deyirsən, durub 2 rükət namaz qılacaqsan, onu bilmirsən, qılacaqsan ya yox. Doğrudan da bilmirsən. Qismət, elə bir yuxarıdan bir izin lazımdır durasın. Bunu həyatımda çox təcrübə eləmişəm. Çox qəribə bir şey. Yəni, fikir verin, məsələn, sübh namazını yarım saat gec qılarsan, zöhr namazında yarım saat, 1 saat gecikdirir. Zəncirvarı bağlılığı var. Qismət belə bir şey. Hər iş qismət olmur. Girəsən birinin evinə, deyəsən ki, mən sənin evində təmizlik işləri görmək istəyirəm. Ev sahibi icazə versin də evinə daxil olmaq. İlahi, mən sənin dinivə xidmət eləmək istəyirəm. Adam var ki, heç bir xeyri dəyməyib dinə. 50 yaşlı kişidir. Gör, nə qədər bərəkətsiz vücudu var. Din bundan heç bir baxımdan faydalanmıyor. Heç bir xeyri dəyməyib. Adam da var, ömrü bərəkətli olub, sərvəti bərəkətli olub. Adam var, mən tanıyıram, çox qazanır, qəpiyində bərəkət yox. Adam var, az qazanır, hər qəpiy bərəkətli. Qismət damsın. Hər adama hər xeyir iş qismət olmur. Hər sərvətli adama qismət olmur ki, sərvəti haqq yolunda xərclənsin.